Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Allah'ın salamı, rahmeti ve bereketi olsun aziz peygamberimizin üzerine ve onun pak ehli beytine ve siz değerli müminlerin üzerine olsun. İnşallah bir hadis var. Ben hadisi demek istedim. Çok güzel bir hadistir. İmam Musa el-Kazim aleyhisselamdan bir hadistir. İmam aleyhisselam buyurur ki imamet hakkında, imamlık hakkında buyurur. İmam aleyhisselam buyurur ki el-imametu hiyen nur. İmamet nurdur. Ve zâlike kavluhu azze ve celle. Allah Teala'nın ayədə buyurduğu kimi, yəni ayədə belə buyurub Allah Teala. Əvvəl imamətin nur olduğunu qeyd eləyir və ondan sonra buyurur ki, Allah Teala Qur'anda buyurub, Allahın Qur'anda sözü var bu barədə. Nədir bu ayə? Bismillahirrahmanirrahim. Aminu billah və rasulih və nurillezî enzelnâ. İmam aleyhisselam imametin nur olduğunu qeyd etdikdən sonra Allah Teala'nın Kur'an'daki bu ayesini qeyd edir. Ayə buyurur ki, iman gətirin Allah'a, onun peyğəmbərinə iman gətirin və nazil etdiyimiz nura iman gətirin. Və İmam aleyhisselam bu ayəni oxuyandan sonra buyurur, Qale en-nuru huvel imam. Nur imamdır. Biz bu ayəyə Təğabun surəsində rast gəldik. Təğabun surəsinin, yəni 64-cü surənin 8-ci ayəsində Allah Teala buyurur ki, Allah'a, onun peyğəmbərinə və Allah tərəfindən nazil edilmiş nura iman gətirin. Təbii ki, buradan məlumdur. Biz nəyə iman gətirək? Allah'a, məlumdur Allah. Peyğəmbərə, məlumdur. Biraz qaranlıq olan nədir? Biraz qaranlıq olan buyurur ki, Allah tərəfindən nazil olmuş nura iman gətirin. Təbii ki, burada nur deyiləndə zahirən Qur'anı biz başa düşürük. Çünki nazil olmuş nur Qur'andır. Çünki endirilən şey nəzərdə tutulur. Amma İmam Musa el-Kazim aleyhisselam bu hədisində buyurur ki, nur, ayədə qeyd olunan nur imamdır. Biz buradan necə imamı əldə edə bilərik? Çünki imamı bu cür əldə edə bilərik ki, buradan məqsəd imamdır. Birincisi İmam aleyhisselam deyir ki, çünki Qur'anın ən böyük müfəssiri birincisi Peyğəmbərdir, ondan sonra imamlardır. İmam aleyhisselam gəlib deyir ki, burada nəzərdə tutulan nur imamdır. İmama iman gətirin deyir. Necə ki Allah'a iman gətirin, onun Peyğəmbərinə, həmçinin imama iman gətirin. Biz nəydən bunu başa düşürük? Qur'an nurdur. Yazılı bir nurdur. İmam isə canlıdır. Həm bizi nura çatdırır, özü nurdur, Qur'an da nurdur, həm də bizim əlimizdən tutur, aparır hidayətə. Yəni imam əslində Qur'anın canlı təcəssümüdür. Həzrət Əli aleyhisselam sifəyində nə dedi? Dedi, o nizələrdəki Qur'an ki var, onun canlısı mənəm. Mənəm natiqi Qur'an. Mənəm danışan Qur'an. Var yazılı Qur'an, onu yazsan, onu oxusan sənlə oxuyacaq. Bir də var natiqi Qur'an, danışan Qur'an, bu da imamətdir. Peyğəmbərlər, imamlar danışan Qur'an, Qur'an-ı natiqdir. Yəni Qur'an nəzəri hidayətdir. Sən onu oxuyursan, səni hidayət edir. Bir də var ki, imam praktiki hidayətdir. İmam sənə onu göstərir, öz həyatında göstərir ki, Qur'an necə olmalıdır. Öz həyatı ilə insana göstərir. İnsana göstərir ki, Qur'an necə olmalıdır. İmam Muhammed Baqir aleyhisselam bir hədisdə buyurur ki, imamlar barəsində buyurur ki, humullezî
yunavviruna qulubal mu'minin. İmamlar onlar elə kəsdilər ki, möminlərin qəlblərini nurlandırırlar. Möminlərin imamət haqqında, imamlar haqqında buyurur ki, onlar elə nurdular ki, möminlərin qəlblərini nurlandırırlar. Bir yeri nurlandırmaq üçün, işıqlandırmaq üçün özün gərək birinci nur olasan. Əgər bir yerdə nur yoxdursa, o heç bir şey nurlandıra bilməz. Bir yerdə işıq olmalıdır ki, neysə işıqlandırsın. Günəş var ki, ətraf işıqlanır. Ay var ki, gecənin qaranlığında biz bir-birimizi görə bilirik. Amma bir də görsən ki, ay yoxdur, ayın olmayan vaxtıdır, görünməyən vaxtıdır. Buna deyirlər gecənin zülməti, gecənin qaranlığı. Yəni nurlandıran yoxdur. Başqa bir ayə ilə biz deyə bilərik ki, burada imamət də nəzərdə tutulur. Biz demirik ya, burada Quran da nəzərdə tutulur. Birinci Quran nəzərdə tutulur, amma burada imam da nəzərdə tutulur. Çünki imamın burada öz sözü var ki, huval imam, o imamdır. Ən-nur, nur, huval imam, imamdır. Quran-ı Kərimdə Saf surəsinin 8-ci ayəsində Allah Teala buyurur ki, yuriduna liyutfi'u nurallah bi afwahihim. Buyurur ki, onlar Allah'ın nurunu söndürmek istəyirlər. Vallahu mutimmu nurihi velau karihal kafirun. Allah isə öz nurunu tamamlayacaqdır. Kafirlər istəməsə belə. Allah öz nurunu tamamlayacaqdır. Əgər bu nurdan məqsəd biz imamət deyiriksə və imamətin tamamlanması var. İmamətin tamamlanması var ki, bəziləri istəməsə belə, bəzilərinin acığı gəlsə belə Allah öz nurunu Həzrəti İmam Məhdi əleyhissalamın zuhuru ilə tamamlayacaqdır. Yəni imamətin də tamamlanması nə ilə olacaqdır? Həzrəti Mehdi əleyhissalamın zuhuru ilə. Ona görə bu ayədə nəzərdə tutulan mənalar, çünki Quran-ı Kərimin təfsirləri var və Quran-ı Kərimin ecazkarlıqlarından biri budur ki, təfsir verirsən, bir təfsir verirsən, iki təfsir verirsən, üç təfsir verirsən, bu təfsirlər adətən bir-birlərinə zidd olmurlar, bir-birlərini tamamlayırlar. Bir məna verdin o mənada. İkinci mənanı qəbul edəndə birinci məna qüvvədən düşmür. Çünki Quran-ı Kərimin bir zahiri mənası var, bir batini mənası var. Ona görə də İmam Kazım əleyhissalam burada bizə Quranda keçirilən nurun batini mənasını göstərir. Çünki zaten zahirdən bilinir ki, bu Qur'andır burada nəzərdə tutulan. Amma bunun batinində olan Qur'anın insanlaşmış forması, Qur'anın canlı formasıdır ki, buna da nə deyərlər? Buna imam deyərlər. Allah Teala'nın özünün Qur'anda buyurduğu ki, kafirlərin xoşuna gəlməsələr belə, kafirlər ağızları ilə o nuru söndürmək istədiyi nur ki var, biz ona sonuncu höccət deyirik. Allah Teala İmam Məhdi əleyhissalamın zuhurunu təcil eləsin inşallah. Allah Teala bizlərin gözlərimizi də o nuru görməklə şərəfləndirsin inşallah. Amin, amin, amin ya Rabbel alemin.